Traderlar təlim videosuna bir daha hoş gəlmisiniz. Bu dərsdə sizə inşallah biz order blokları izah edəcəyik. Ümumiyyətlə order bloklar necə təyin edilməlidir və düzgün olan order bloklar necə olmalıdır? İnşallah sizə onu izah edəcəm. Deməli, birinci növbədə biz order blokları bu qaydada təyin etməliyik. Yəni biz trend üzü yuxarıdırsa, satıcı mumlardan, yəni gördüyümüz burada qırmızı mumlardan əməliyyatımızı icra etməliyik. Biz order bloklarımızı buradan təyin etməliyik, belə bir yuxarı yüksəliş. Nəzərinizi bir şeydə çatdırmasın. Əgərləri bizim trendimiz üz yuxarıdırsa, yüksəklərdən order blokları qoymaq düzgün deyil. Bu ticarətdə bu belədir. İndi hərə bir cür anlayır, hərə bir cür başa düşür. Mən bunu test etmişəm və bu belə deyil. Order bloklar, əgərlər trend üzü yuxarıdırsa, bizim order blok zonlarımız qırmızı satıcı mumlardan olmalıdır. Misal üçün, trendimiz üz aşağıdırsa, deyə hər hansı bir düşüş trendi varsa, düşüş trendində isə inşallah bizim order blok zonalarımız alıcı mumlardan olmalıdır. Və bu necə olmalıdır? İnşallah, gəlin sizə belə bir izah edeyim. Deyək ki, misal üçün deyirəm sizə, belə bir yüksəliş trendimiz var və yüksəliş trendində biz alıcı mumlardan istifadə etməli deyilik, yəni satıcı mumlardan istifadə etməliyik və satıcı mumlar isə necə olmalıdır? Uşaqlar, satıcı mumlar hər zaman, deyirəm bunu, akademiyada da bunu paylaşmışam uşaqlarla. Satıcı mumlar, diqqətlə baxsınız uşaqlar, bu satıcı mumlar hər zaman alıcı mumlardan dibdə olmalıdır və bu düzgün order blok zonası gedir. Aydındırmı? Misal üçün, bu qaydada təyin olunur. Keçək, birinci növbədə izah etdiyimiz qarşılığı olmasın. Satıcı mumlardan order bloklarımızı təyin etməyə. Deməli, buradan biz bir order blok götürürük, təyinatı qoyuruq. Bunu əlbəttə ki, biz gələcəyə belə apara bilərik. Yəni, gələcəkdəki nəticələri əsasən belə çəkə bilərik. Bu qaydada getdi. İkinci növbədə bir daha order blok zonası təyin etməliyik. Yəni, maksimum yaranan və dib yaranan. Yəni, bir daha dibdən bir daha order blok zonasını təyin edirik. Əlbəttə ki, burada biz qrafika biraz da yaxınlaşanda görürük ki, burada satıcı mumun alıcı mumundan daha aşağı səviyyədə olduğunu görürük və bu bizim işimizə yarayar və əlbəttə ki, bir toxunuşdan sonra yüksəliş burada gerçəkləşib uşaqlar. Amma biz düşünərik ki, buradan order blok qoya bilərmi, yoxsa yox? Yox, buradan order blok qoya bilmərik. Çünki buradakı gələcəkdəki alıcı mum keçmişdəki satıcı mumu üstələyib. Yəni, ondan dip səviyyəsini görüb deyə biz buna order blok sonrasını təyin etməməyə dağılır. Bu düzgün deyil. Ona görə yaxınlaşırıq bir daha qrafikə. Grafikdə burada heç bir order blokun olmadığını görürük və belə bir gözəl bir düşüş var, düşüş qırılma var və keçmişdəki olan order blok zonamızı bir dəfə test edib qıra bilməyib, ikinci dəfə test edib qırıb, amma aldıcı qırılma olduğuna görə geri dönüş edib və bir daha order bloka toxunuş və gözəl bir yüksəliş burada baş verib. Və keçək. Biz buradan order blok təyin edə bilərmiyik? Trend yuxarıdırsa yox, burada heç bir order blok sonrası yoxdur. Çünki burada dediyim kimi, yəni satıcı mum alıcı mumdan aşağı səviyyədə olmalıdır, amma burada elə deyil. Ona görə biz başqa bir order blok zonasını buradan təyin edə bilərik. Buradan belə bir order blok zonasını təyin edirik və bu order blok zonası bizim çox gözəl işimizə yarayır. Hər dəfəsində toxunuş və yüksəliş. Aydındır uşaqlar, order blok zonamızı təyin etdik və toxunuşlar və yenidən yüksəlişləri baş verir. İndi isə keçək digər bir valyuta üzərindən sizə göstərim. Bunu hər bir ticarət sahəsində də edə bilərsiniz. Siz bunu kripto üzərindən, forex ticarət üzərindən edə bilərsiniz. Siz bunu binar ticarətindən də hətta edə bilərsiniz uşaqlar. Bu hər yerdə keçərlidir. Deməli, biz keçirik, axtarırıq, düşüş trendi axtarırıq. İndi hal-hazırda qalxış trendində, yüksəliş trendinə baxdıq. İndi isə bizə lazım olan düşüş trendindən tapıb gözəl bir nəticə çıxarmaqdır. Deməli, biz burada bir yaxınlaşırıq biz buralara görə burada nə var? Biz burada indi axtardığımız olan şey bizim burada alıcı mumun üstünlük səviyyəsidir ki, biz alıcı mumdan təyinat nöqtəmizi təyin edə bilək. Deməli, yaxınlaşırıq qrafikə. Bizə lazım olan nədir uşaqlar? Bizə lazım olan, bunu biraz bağlayaq. Bizə lazım olan alıcı mumun, burada gördüyümüz alıcı mum
Aydındır inşallah. Burada gördüğümüz alıcı mum, satıcı mumun üst səviyyəsində olmalıdır. Yəni burada gördüyümüz alıcı mum fitil olaraq yuxarıda bitirib, yəni bizim bu order blok zonamız sayıla bilər. Və göstərirəm sizə. Görün nə gözəl işə yarayıb uşaqlar. Hətta bura qədər bizə işə yarayıb. Diqqətlə bax uşaqlar. Order bloklara toxunuşlar və düşüşlər. Toxunuşlar qıra bilmədiyinə görə düzdür fitil atıb, amma bədən olaraq qırmayıbsa uşaqlar bu sayılmır, yəni aşağı düşəcək. Və burada uşaqlar yeni divlər etdiyinə görə burada belə yüksəliş trendi yaranır və yüksəliş trendindən isə bizə nə lazımdır? Buradan order blokları təyin etmemiz lazımdır və order blok zonasını qırarsa nə adlanmış olar? Breaker blok adlanır. Bu breaker blok haqqında da sizə növbəti bir video hazırlayıb sizə bunu göstərəcəm. Breaker blok necə olmalıdır? Yəni bunun order blokunun əksi breaker blok gedir uşaqlar. Aydındırmı? Yəni bizim təyinatımız necə oldu? Bir daha izah edirəm. Başa düşməyənlər üçün izah edirəm. Yəni burada bizə satıcı mumdursa, bu bizə satıcı mumdur, düzdürmü? Yəni trend bizə yuxarıdırsa, alıcı mum bundan aşağı səviyyədə bitirməməlidir. Yəni fitil olaraq da belə, bədən olaraq da bitirməməlidir. Və biz order blok zonamızı trend düz yuxarıdırsa, buradan təyin etməliyik. Aydındırmı? Yəni bizdə belə bir trend mövcud olur. Yəni burada belə bir trend yaransa, uşaqlar misal üçün deyək ki, belə bir order blok zonamızı təyin edirik. Yəni belə bir yüksəliş, düşüş və belə bir qalxış olur. Order blok zonamıza dəyib və yüksəlir. Misal üçün trend üzü aşağıdırsa bizə hər zaman təyinatımızı alıcı mum, bu alıcı mumdur. Yəni bildiyimiz alıcılardır. Bu isə satıcılar. Yəni satıcılar hər zaman kimi alıcılardan aşağı səviyyədə olmalıdır ki, biz buradan order blok zonamızı nə edək olar? Təyin edə bilək. Yəni order blok zonamız burada bizim sadəcə belə bir düşüşdən sonra əməliyyata giriş nöqtəmiz buradan olmalıdır ki, aşağı yönlü bir əməliyyat aça bilək. Çünki bizim order blok zonamızı dəyəndən sonra aşağı yönlü əməliyyat açmalıdır. İnanıram ki, bu video sizin xoşunuza gəldi. Uşaqlar, xırda order blok zonaları da var. O da növbəti dərsdə izah edərəm. Video uzun olmasın. Ən azından order blokları necə qoymaq olar, onu başa düşdünüz. Ümid edirəm uşaqlar, bu order blok videomuz sizin xoşunuza gələr. Bunu əlbəttə ki, test edin, baxın, siz də analiz edin. Siz də baxın, görün nə qədər sizin işinizə yarayacaq. Oldu uşaqlar, özünüzə müğayət olun. Allaha əmanət, sağlam olun, sağlam qalın.